أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Allah Teala ibadət, itaət və dualarınızı ali dərəcədə qəbul eləsin inşallah. İnşallah Allah'ın lütfi, inayəti ilə bugündən Şabaniyə münacatının şərhinə başlayırıq. Şabaniyə münacatı Həzrət Əli Aleyhisselamın Şaban ayında Allah Teala ilə razu niyaz elədiyi, Allah'ın münacat və dua elədiyi bir münacatdır ki, kitablarda Şabaniyə münacatı adı ilə qeyd olunmuşdur. Qeyd olunur ki, bu dua Şaban ayında Allah'la olunan münacat olsa da, duada dərin irfani mətləblərə toxunulduğu üçün, mənəvi səbəbləri olduğu üçün, mənəvi təsirləri olduğu üçün digər aylarda da oxunması tövsiyə olunub. Bu dua Allahla rabitəyə keçmək, ilahi mərifət, Allaha yaxınlaşmağın yolunu axtaranlar üçün çox böyük bir tövsiyə olunan duadır. Duada insanın özünü tanıması, bəndəliyin fəlsəfəsi, razu niyazın ədəbi, dua və tövbə haqqında çox gözəl bir tərzdə, şirin tərzdə müraciətlər və münacatlar olunmuşdur. Və inşallah bu gündən biz başlayırıq Allah'ın izni ilə bir hissə Şabaniyə münacatından oxumağa və kəlmə-kəlmə, cümlə-cümlə inşallah tərcüməsini deyib şərh eləyəcək. Dua başlayır Bismillahirrahmanirrahim. Yəni bəsmələ ilə başlayır. Rəhman və Rəhim olan Allah'ın adıyla. Allahümme salli ala Muhammed və ali Muhammed. Dua salavatla başlayır. Və başlanğıcın salavatla qoyur duanın. Ümumiyyətlə, xüsusən Əhl-i Beyt məktəbində dua ədəbi budur ki, sən duanı salavatla başlayasan. Duanın qəbul olma şərtləri var. Şərtlərinə baxdıqda görürük ki, o şərtlərdən biri də duanın əvvəlində və sonunda salavat deməkdir. Çünki salavat qəbul olunmuş duadır. Salavat bunu heç unutmamalıyıq. Salavat bizim qəbul olunmuş duamızdır. Peyğəmbərimiz buyurur ki, harada olursanızsa olun, mənə salam göndərin və harada olursanız olun, mənə göndərdiyi salam gəlib mənə çatacaqdır. Ona görə Əhl-i Beyt məktəbində imamlarımızın belə üslubu bundan ibarətdir ki, dua eləyərkən bizə öyrədir ki, salavatla dua edin. Bunun məntiqi nədir? Əvvəlində qəbul olunmuş dua, axırında qəbul olunmuş dua. Deyir ki, öz dualarınızı da ortaya salın. Bir duanın, hədisdə var ki, bir duanın əvvəli salavatla ola, axırı salavatla ola. Yəni bir duanın elə olmaz ki, deyir ki, bir duanın əvvəli qəbul olsun, axırı qəbul olsun, amma ortası qəbul olmasın. Ona görə buyurulur ki, dua eləyərkən neyinin salavatla duanızın əvvəlin və axırın salavatla edin ki, duanız da qəbul olsun. İmam Cəfər Sadiq Aleyhisselamdan bir hədis var ki, kulli duayin məhcubun hətta yusalli ala Muhammedin və ali Muhammed. Buyurur ki, Peyğəmbər və onun əhl-i beytinə, Muhammed və onun əhl-i beytinə salavat göndərilməyən dua pərdələnmişdir, hicablıdır. Yəni qəbul olunmaz. Yəni duanın şərti budur ki, sən duaya başlayarkən salavat deyəsən, salavatla duaya başlayasan. Salavat duanın qəbul olunmasına olan bir səbəbdir ki, insanlar bu səbəbi aradan qaldırmamalıdır. Dualarını, belə deyək, salavatla garanti altına almalıdır ki, mən dua elədim, əvvəlində də salavat dedim, sonunda da salavat dedim. Hətta dua kitablarına baxsaz və məsəl üçün Səhviyyə Səccadiyəyə baxsaz, görərsiniz ki, orada dua eləyir. Duanın bir neçə dəfə ortasında, əvvəlində, ortasında, axırında, bəzi hissələrində neçə dəfələrlə Peyğəmbərə salavat göndərilir. Bu boş-boşuna deyil. Bu boş-boşuna. Duada sən nə qədər salavat deyərsənsə, duanın qəbul olunmasını sən o qədər artırarsan. Qəbul olunma gücünü o qədər artırarsan. Bizim bir müəllim var, deyirdi ki, məsələn deyirləri, el gücü, sel gücü. O deyirdi ki, sel gücündən də güclü var. Salavat gücü. Bəli, o dedi ki, el gücü sən selin gücü ilə yox, daha güclü bir şeylə müqayisə elə. Deyirlər ki, el gücü salavat gücü
bir müqayisə edəndə daha güclü şey deyərlər. Ona görə də salavat demək çox mühüm məsələdir. Allah Teala Quran-ı Kərimdə nə buyurur? Əhzab surəsinin 56-cı ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi ya eyyuhəl-ləzīnə əmənu sallu aleyhi və səllimu təslimə. Salavat edin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Mənası nədir? Həqiqətən Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Peyğəmbərə salavat göndərin və Peyğəmbərə salam göndərin və ona təslim olun, onun dediklərini yerinə yetirin. Salat və cəmi olan salavat Allaha istinad edildikdə, yəni Allah tərəfindən bir şəxsə və yaxud da onun Peyğəmbərinə aid edildikdə, bu rəhmət mənasındadır. Rəhmət göndərmək, yəni Allah rəhmət göndərir. Bu qeyd olunan möminlərə və mələklərə istinad edildikdə isə mərhəmət diləmək mənasındadır. Allaha istinad edilən salavat, yəni Allah öz bəndəsinə, Allah rəhm edir bu mənasında. Mələklərə və möminlərə aid olunduğunda isə, mömin və mələklər onun üçün mərhəmət istəyir, onun üçün bağışlanmaq istəyir. Ona görə də bu duanın əvvəli elə başlayır ilə, salavatla başlayır ki, biz də inşallah söhbətimizi bununla yekunlaşdırırıq. İnşallah, hətta mən bir yerdə eşitmişdim ki, bir Həzrəti Adəm əleyhissalam ki, Həzrət Həvva ilə evlənmək istəyəndə, yəni ona yaxınlaşmaq istəyəndə, Həzrət Adəm Həvva anamızdır ki, dayan, mənim Mehriyan var, Mehriyan nədir deyir, mənim Mehriyan Muhammed və onun əhl-i beytinə salavatdır. Qətəmizdə var ki, ən gözəl dua Peyğəmbər və əhl-i beytinə salavat göndərməkdir, ən gözəl dua. Ona görə də biz də deyirik ki, Allahın salamı olsun Peyğəmbərimizə, onun əhl-i beytinə inşallah. Allah inşallah Şaban ayında olunan dualarımızı, ibadətlərimizi, oruçlarımızı, zikirlərimizi, tövbələrimizi, dualarımızı ali dərəcədə qəbul eləsin inşallah.